Salam hörmətli izləyicilərimiz, növbəti satışda olan avtomobilimiz yenə Tovuz rayonundan Canqan 205 Max modelidir. Avtomobilin buraxılış ili 2025-ci ildir. Tam təzə avtomobildir. 0 kilometr yürüyüşü var. Mühərriki 1.5 litrlik plug-in hibrid mühərrikdir. 215 at gücündədir. Sürətlər qutusu avtomatdır. Maksimal komplektasiyadadır. Texpasportu da 2025-ci ildir. Avtomobil ölkəyə yeni gətirilmişdir. Gömrükdən keçdikdən sonra Bakıdan Tovuza birbaşa evakuatorla gətirilib. Yəni, həmçinin o yolu belə avtomobil sürülməyib. Necə ki, bundan öncəki avtomobillərimizin çəkilişlərində bu məsələni qeyd etmişdim sizə. Avtomobil dövlət yol polisi rəsmiləşdirilməsindən keçib, dövlət qeydiyyat nömrə nişanı alınıb, sığorta olunub. Əlavə ikili aformuta ehtiyac yoxdur. Orijinal şarj aparatı, ayaqaltılar, avtomobilin öz rəngində nömrə qabı və Amerikanka plyonka üstündə hədiyyə olunacaq. Gördüyünüz kimi oturacaqlar elektron tənzimlənəndir. Avtomobil ən son texnologiyalar ilə təchiz olunub. 205 125 Max ən full versiyadır. Bilən adamlar biləcək ki, Pro ilə qarışdırmasınlar. Hazırda 4 ədəd hazır ağ mirvari rəng daxili, qara nabuk dəri, qarışıq maşın var. Bateriyası 19 kW'lıqdır. Yanacaq tələbi 92 markalı benzin tələbdir. Sürətlər qutusu 6 pilləlidir. Ön ötürücülü avtomobildir. Elektriklə məsafə qət etməsi 125 km. Ponlu bak benzin və elektriklə birlikdə 1250 km-ə qədər yol qət etməyə malikdir. 0-dan 100-ə sürətləndirməsi 7.4 saniyədir. Maksimal sürəti isə 200 km/saat. Avtomobilin funksiyalarını sizə sadalamaq istəyirəm. Zolaqdan ayrılma xəbərdarlığı, yolda sükanı buraxdıqda belə özü zolaq daxilində avtomobili idarə edir. Düz xətt tanıma, ön toqquşma xəbərdarlığı, distronik funksiyası, yandan toqquşma xəbərdarlığı, kör zonaların datçiki, arxa toqquşma xəbərdarlığı, yan qapı açılanda xəbərdarlıq, qabaq yan şüşələri 2 qat paketdir, paralel saxlama yardımçısı var, yol işarələrini tanıma funksiyası, 360 dərəcə parking radar, avtomobilin parkingdən çağırılması pultla idarə olunan funksiyadır, uzaqdan mühərrikin işə salınması, avto hold sistemi, audio sistemi Pioneer sistemidir. Video qeydiyyatçısı var, rejim, axrana rejimi, 360 dərəcə kamerası, avtomobilin üzərində 7 ədəd kamera quraşdırılmışdır. Zavod tərəfindən təbii ki. Ultrasonik radarlar, klimat kontrol, cruise control, adaptiv cruise control, dağdan enmə yardımçısı, dağa qalxma yardımçısı, bagajın qapısının yaddaş funksiyası, bagajı həmçinin prisosdur. Nappa, dəri, nabuk, qarışıq salon, dəri materialdan sükan, açılan tam panoramik tavan, qara tavandır, simsiz mobil cihaz şarjlanması, sport dəri oturacaqlar, ön oturacaqların elektriklə tənzimlənməsi, ön oturacaqların isidilməsi və soyudulması, güzgülərin isidilməsi, daxili ambient LED işıqlandırma 64 rəngdə, 19 düymlük disk təkərlər, təkərlərin hava datçiki, USB Type-C interfeys 2 öndə, 2 arxada. Mərkəzi konsol LCD ekrandır, 10.25 düym. Avtomobilin qiyməti 33.000 manat. Əlaqə nömrəsini qeyd edirəm. 050 və ya 055 321 60 60. Maşın haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər qeyd etdiyim nömrə ilə əlaqə saxlamağınız xahiş olunur. Xahiş edirik, real müştərilər zəng etsinlər. Maşın Tovuzdadır.